Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahur şəxslər üçün sosial xidmət müəssisəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Leyla Əliyeva və Arzu Əliyeva Sosial Xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahur şəxsləri ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib. Burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və 1-ci xanım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bayram proqramı çərçivəsində bədii istirə təqdim olunub. Ahur şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər. Leyla Əliyeva və Arzu Əliyeva ahur şəxsləri yeni il münasibətilə təbrik edib, onlara can sağlığı arzulayıblar. Ziyarət zamanı onlar Sosial Xidmət müəssisəsində ahıllar üçün yaradılan şəraitlə tanış olublar. Tədbirin sonunda Sosial Xidmət müəssisəsinin sakinlərinə bayram hədiyyələri paylanılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Tut əlimdən uşaqlar üçün sosial reabilitasiya mərkəzini ziyarət ediblər. Arzu Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.